Xoy xanlığı Azərbaycanın cənub torpaqlarında yaranmışdır. Bu xanlıq Osmanlı İmperatorluğu, Maku, Qaradağ, Urmiya və Təbriz xanlıqları ilə həmsərhəd idi. Bu xanlıq cənub xanlıqları içərisində Urmiya xanlığından sonra mühüm yer tuturdu. Mərkəzi Xoy şəhəri olan xanlığın başçıları bir qayda olaraq Dümbülü tayfasından olurdu. Xanlığın əsası da Dümbülü Şahbaz xan tərəfindən qoyulmuşdur. Xanlıq Dümbülü Əhməd xanın dövründə siyasi yüksəliş keçirir. Qonşu xanlıqlar və Kartli Kaxitiya çarlığı ilə diplomatik əlaqələr yaradırdı. Təbriz xanlığı ilə müttəfiqlik münasibətləri olduğundan hər iki xanlığın birləşmiş qüvvələri 1783-cü ildə Təbriz döyüşündə Urmiya və Sərab xanlıqlarının birləşmiş qüvvələri üzərində qələbə çalırlar. Bu hadisə Xoy xanlığının nüfuzunu daha da artırır. Xoy xanı Əhməd xan öz bacarığı və ağlına görə Azərbaycan xanları ilə yanaşı Rusiya, Osmanlı və İran dövlətlərinin hakim dairələri arasında da nüfuz qazanır. Osmanlı Sultanı Əhməd xanı öz tərəfinə çəkmək üçün ona Osmanlı Ali Hərbi rütbəsi, sərəskər rütbəsi verir. 18-ci əsrin ikinci yarısından salnaməçi tarixçisi Nadir Mirzə Əhməd xan Xoylu haqqında yazır. Bir dəfə mötəbər xadimlərdən biri olan müctəhid, Ali Ruhani Məhəmməd Mirzə Yusif Əhməd xandan soruşdu. Niyə üzünüzü şah elan etmirsiniz? Cavabında Əhməd xan dedi ki, ulu babaları vəsiyyət etmişlər ki, başqa titullara üstünlük verməyib, Dümbülü tayfası başçısı titulunu yüksək tutaq. Lakin hakimiyyət uğrunda aramsız mübarizə Xoy xanlığını da zəiflədir. Digər tərəfdən, Kərim xan Zənd bu xanlığın gələcəkdə daha da güclənərək, onun üçün təhlükəyə çevriləcəyindən ehtiyat edirdi. Ona görə də Şiraz qonaqlığı bəhanəsi ilə Şiraza girov apardığı Şahbaz xanın oğlanları ilə Əhməd xan arasında düşmənçilik yaradır. Xoy xanlığı əvvəlki mövqeyini tədricən itirməyə başlayır. On 18-ci əsrin ortalarında keçmiş Təbriz bəylər bəyliyinin mərkəzində Təbriz xanlığı yaranır. Xanlığın əsasını Dümbülü tayfasından olan Əmiraslan xan qoymuşdur. Xanlığın mərkəzi də Təbriz şəhəri olmuş, Xoy, Qaradağ, Sərab və Marağa xanlıqlar ilə sərhədlənmişdi. Əmiraslan xan qısa bir zamanda Xalxal, Ərdəbil əyalətlərini özünə tabe edir. Təbriz uğrunda mübarizəyə qoşulanların çox olması bu şəhərə tez-tez hücumlara, şəhərin əldən ələ keçməsinə səbəb olur. Nadir Şahın qardaşı oğlu İbrahim Mirzə güclü ordu ilə Təbrizə hücum edərək şəhəri ələ keçirir. Lakin Məşhəd və İsfahanda baş vermiş üsyan xəbərini eşidib Məşhədə qayıdır və döyüş zamanı həlak olur. Bundan sonra Fətəli xan Əfşar Təbrizi tutur və şəhərin idarəsini Nəcəfqulu xan Dümbülüyə tapşırır. Urmiya xanlığının süqutundan sonra Təbriz tam müstəqil xanlığa çevrilir. 1780-ci ildə isə xanlığın fəaliyyətinə son qoyulmaqla ərazisi Xoy xanlığına birləşdirilir. Təbriz xanlığı inzibati cəhətdən Təbriz, Güney və Mərəd mahallarına bölünür. Mahalları naiblər, kəndləri isə kətxudalar idarə edirdilər. Xanlığın 10 minə qədər hərbi qüvvəsi var idi. Dövləti qeyri-məhdud səlahiyyətləri olan xan idarə edirdi. Təbriz şəhəri yenə mühüm sənət, ticarət və mədəniyyət mərkəzi olaraq qalırdı. Naiblər yerlərdə xanın dayaqları hesab olunurdular. Şəhər məmurları da naib vəzifəsi daşıyırdılar. Bundan başqa şəhər məmurları sırasına Qalabəyi, Darğa və Gecə Qarovulunun başçısı olan əsas başı da daxil idi. Naib təsərrüfatı idarə edir, vergilərin vaxtında yığılması üçün xanın qarşısında məsuliyyət daşıyır, mükəlləfiyyətlərin yerinə yetirilməsini tələb edirdi. Təbriz şəhəri qədim ticarət və sənətkarlıq mərkəzi kimi öz şöhrətini saxlamışdı. Burada çoxlu bacarıqlı ustalar yaşadığından digər Azərbaycan şəhərlərinə ustalar buradan dəvət olunurdu. 18-ci əsrin 70-ci illərində Azərbaycanda olmuş Rus səyyahı Qmelinin məlumatına görə Şamaxılı Məhəmməd Səid xan şəhərdə ipəkçiliyi bərpa etmək üçün Təbrizdən Şamaxıya 100-ə qədər usta dəvət etmişdir. Təbriz həm də iri toxuculuq mərkəzi kimi şöhrət qazanmışdı. Buranın ipək məhsulları öz keyfiyyətinə görə digər şəhərlərin məhsullarından üstün idi. Bu şəhərdə ildə 60 min taya yaxın yüksək keyfiyyətli məhsul istehsal olunurdu.
O dövrün səyyahlarından biri yazırdı. Şəhər bazarı genişdir. Burada Asiya mallarından başqa Avropa malları da satılır. Kağız və yun materialları çoxdur. İngilis və Holland mahudu, əla şallar və xalçalar, şüşə və çini qablar, bəzi polad əşyalar və s. Təbriz bazarında hər şey kifayət qədərdir. Qaradağ xanlığı Azərbaycanın cənub torpaqlarında yaranmış xanlıqlardan biridir. Onun ərazisi şimaldan Qarabağ, şərqdən Cavad və Lənkəran, cənubdan Təbriz, qərbdən Xoy və Naxçıvan xanlıqları ilə həmsərhəd idi. Mərkəzi Əhər şəhəri olan xanlığın əsası Kazım xan tərəfindən qoyulmuşdur. Kazım xan və varisləri Qaradağ tayfasına mənsub olmuşlar. Qaradağ tayfası Səfəvilərin hakimiyyətə gəlməsində yaxından iştirak etdiyindən Qaradağ vilayətinin idarəsi onlara tapşırılmışdı. Bu xanların həm də ruhani səlahiyyətləri vardı. Kazım xanın dövründə Qaradağ xanlığı fəal xarici siyasət yeritmişdi. Kazım xan 18-ci əsrin ortalarında Qarabağ, Gəncə, Naxçıvan xanlarının Hacı Çələbiyə qarşı ittifaqına qoşulmuşdur. 1782-ci ildə xanlıq Xoy və Qarabağ xanlıqlarının hərbi qüvvələri tərəfindən işğal edildiyindən sonra öz müstəqilliyini itirmişdir. 18-ci əsr mənbələrinə görə xanlığın mərkəzi olan Əhər şəhəri kiçik olmasına baxmayaraq orada çoxlu sənətkar olmuş, sənətkarlıq yaxşı inkişaf etmişdi. Bunun da səbəbi şəhər ətrafı ərazilərin təbii zənginliyi olmuşdu. Bu barədə ilk mənbədə belə deyilir. Əhər kiçik şəhərdir. Onun yaxınlığında çox məşhur, qiymətli Təbriz külçəsi adlanan Şərq külçəsi, zəngin mis və dəmir mənbələri yerləşirdi. Əhər bazarı il boyu çox gür olmasa da, yerli ticarət rəvan gedirdi. Qışda bu şəhərdə həm daxili, həm də xarici ticarətin həcmi artırdı. Qaradağ xanlığının öz pul vahidi vardı. Əhər şəhərində xana məxsus zərbxana da fəaliyyət göstərirdi. Xanlıq dağlıq ərazidə yerləşdiyindən burada dəmyə əkinçiliyi geniş yayılmışdı. Əkinçilikdə buğda becərilməsi mühüm yer tuturdu. Əhər bağlarında çoxlu fındıq və badam yetişdirilirdi. Əsası Şahsevən tayfasının nümayəndəsi Bəbir xan tərəfindən qoyulan Ərdəbil xanlığı da 18-ci əsrin ortalarında yaranmış dövlət qurumlarından biridir. Mərkəzi Ərdəbil şəhəri olan bu xanlıq Lənkəran, Qaradağ, Təbriz, Sərab və Gilan xanlıqları ilə həmsərhəd idi. Xanlığın içərisində feodal əyanların təmsil olunduğu Məşvərət Şurası, divan da iştirak edirdi. 3000 nəfərlik daimi qoşun xanlığın müdafiəsində dururdu. Bəbir xandan sonra 1747-1783-cü illərdə hakimiyyət Nəzərəli xanın ixtiyarına keçir. Nigah diplomatiyası vasitəsilə İbrahim Xəlil xanla dostluq əlaqəsi yaradan Nəzərəli xan, Lənkəran xanlığı ilə də mehriban qonşuluq münasibətləri saxlayır. Sonuncu xanı Nəsir xan olan Ərdəbil xanlığı 1808-ci ildə müstəqilliyini itirərək Qacar sülaləsinin idarə etdiyi İran dövlətinin tərkibinə qatılır. Azərbaycanın qədim şəhərlərindən biri olan Ərdəbil, Səfəvi xan Ədanı dağıldıqdan sonra öz keçmiş əzəmətini itirir. Yalnız xanlığın mərkəzinə çevrildikdən sonra Ərdəbil şəhəri xeyli dirçəlir. 19-cu əsrin əvvəlində Ərdəbildə olmuş bir nəfər səyyah yazırdı ki, bu şəhərin əhalisi çoxdur, şəhər özü böyükdür, qəşəng məscidləri və xəndəklə əhatə edilmiş yaxşı qala divarları vardır. 18-ci əsrin ikinci yarısında Ərdəbildə 1000-ə yaxın əhali yaşamışdır. Mənbələrdən məlum olur ki, Ərdəbil xanı Bəbir xan vəfat etdikdən sonra hakimiyyətə gələn oğlu Nəzərəli xan xanlığın təsərrüfat həyatını durğunluqdan çıxarır, təsərrüfatda xeyli dirçəliş olur. Ərdəbildə toxuculuq kifayət qədər inkişaf etmiş sahələrdən biri olmuşdur. Xanlıqda yarım köçmə həyat keçirən çoxlu elat yaşadığı üçün toxucular onların tələbatını nəzərə alaraq zəruri əşyalar hazırlayırdılar. Bununla əlaqədar Ərdəbilin peşəkar toxucuları palaz, keçə, xurcun, məfrəş və sair toxuyurdular. Əfşari adlanan Ərdəbil xalçaları toxuculuq məhsulları içərisində əsas yeri tuturdu.
Nadir Şahın ölümündən sonra yaranan xanlıqlardan biri də Şamaxı xanlığıdır. Əsası Hacı Məhəmmədəli bəy və xan çobanı tayfasından olan Məhəmməd Səyid və ağası qardaşları tərəfindən qoyulan bu xanlıq şimal-şərqdə Quba, şərqdə Bakı, şimal-qərbdə Şəki, cənub-qərbdə Qarabağ xanlıqları ilə sərhəd olmuşdur. Bir müddət Şəki və Quba xanlıqlarının tabeliyində olan Şamaxı xanlığı 1790-cı ildə istiqlaliyyətini bərpa edir və 8-10 minlik hərbi qüvvə yaradır. Xanlıqda hakimiyyət uğrunda gedən mübarizələr onun iqtisadiyyatını dağıdır, birliyini pozurdu. Çünki Şirvan torpaqlarının bir hissəsini əhatə edən Şamaxı xanlığında həm mərkəzi Ağsu olan Məhəmmədəli xanın, həm də mərkəzi Şamaxıda yerləşən Məhəmməd Səyid və ağası qardaşlarının hakimiyyəti mövcud idi. Bu da geniş iqtisadi potensialı və əlverişli hərbi strateji mövqeyi olan Şamaxı xanlığını zəiflədir və onun asılı hala düşməsinə səbəb olurdu. 1763-cü ildə tabiçiliyindəki elatlara arxalanan Məhəmməd Səyid xan hücum edərək Yeni Şamaxını tutur və xanlığın ərazi bütövlüyü bərpa olunur. Xanlıqda tək hakimiyyətlilik yaradılması da vəziyyəti yaxşılaşdırmır. Bu zaman Məhəmməd Səyid xanla Şəki xanı Hüseyn xan arasında kəskin münaqişə başlayır. Bu vəziyyət Fətəli xanla Hüseyn xanın Şamaxı xanlığına qarşı birləşməsinə səbəb olur. Müttəfiqlər 1767-ci ildə Şamaxıya daxil olurlar. Ağası xanın gözləri çıxarılır, Məhəmməd Səyid xan isə həbs edilərək Dərbəndə göndərilir. Xanlığın ərazisi Quba və Şəki xanlıqları arasında bölüşdürülür. Lakin bu vəziyyət uzun sürmür. Buna səbəb bir tərəfdən yerli əyanların öz ağalıqlarının itirilməsi ilə barışmaması, digər tərəfdən isə Quba xanlığının buradakı yarıtmaz idarəçiliyi olur. Köhnə Şamaxının idarəsi Fətəli xanın qardaşı Abdullah bəyə tapşırılsa da, o işi yarıtmır. Vergiləri artırmaqla əhalini incidir. Daxili narazılıq Quba xanlığının düşmənləri olan xarici qüvvələr tərəfindən daha da qızışdırılır. Nəticədə 1768-ci ildə üsyan qalxır. Üsyana Məhəmməd Səyid xan başçılıq edir. Üsyançıların əsas məqsədi də xan çobanı sülaləsinin hakimiyyətini bərpa etmək olur. Bu işdə onlara Şəki xanı da kömək edir. Lakin Fətəli xan qiyamı yatırır. Şəki xanı təslim olur və yeni müqavilə bağlanmasına razılıq verir. Bununla da Şəki xanlığı Şamaxıya olan iddialarından əl çəkir. Şamaxı xanlığı öz müstəqilliyini yalnız Mustafa xanın zamanında 1790-cı ildə bərpa edə bilir. Gəncə xanlığının əsası 18-ci əsrin ortalarında Ziyadoğlular nəslindən olan 2-ci Şahverdi xan tərəfindən qoyulmuş paytaxtı Gəncə şəhəri olmuşdur. Gəncə xanlığı Qarabağ və İrəvan xanlıqları, Şəmşəddil sultanlığı və Kartli-Kaxetiya çarlığı ilə həmsərhəd olmuşdur. Əvvəlcə Kartli-Kaxetiyədən asılı olan xanlıq Məhəmməd Həsən xanın dövründə müstəqilliyini bərpa edir. Onun qardaşı Məhəmməd xanın da müstəqil siyasət yürütməsi 2-ci İraklinin hiddətinə səbəb olur. O, Gəncə xanlığını özünə tabe etmək üçün Qarabağ xanı İbrahim Xəlil xanla ittifaq bağlayır. Nəticədə 1780-ci ildə onların birləşmiş qüvvələri Gəncəni işğal edir. Məhəmməd xan kör edilərək Şuşa qalasına salınır. Xanlığın qaliblər tərəfindən təyin olunmuş 2 nümayəndə tərəfindən idarə olunması burada 2 hakimiyyətlilik yaradır. Lakin bu vəziyyətə xalq çox dözmür və 1783-cü ildə üsyan edərək hakimləri qovmağa müvəffəq olur. Rusların hərbi qüvvələrindən istifadə edən 2-ci İrakli 1784-cü ildə Gəncə üzərinə yenidən yürüş etsə də, Dağıstan hakimlərinin köməyi ilə Gəncə bu təcavüzdən xilas olur. Gürcüstanın ardıcıl təcavüzkar hərəkətləri, Rusiyanın da bu məsələdə 2-ci İrakliyə dəstək verməsi Qubalı Fətəli xanı narahat edir və o 1782-ci ildə 2-ci Yekaterinaya etiraz məktubu yazır. Məktubunda Fətəli xan öz etirazını bildirməklə Azərbaycanın dövlətçilik maraqlarını müdafiə etmək əzmini belə açıqlayır. Azərbaycan xanlıqlarının şərəf və haqqını qorumağı özüm üçün borc sayıram.
II İrakli, Hacı Çələbi xanla döyüşdə məğlub olandan sonra bu məğlubiyyətin əvəzini Qazax Şəmşəddil əhalisinə olmazın əzablar verməklə çıxmışdı. Hələ 1759-cu ildə Qaraçarlı, Çinli, Salaxlı, Dəmirçi Həsənli, Qızıl Hacılı, Qaraqoyunlu, Alpoud, Səfi Kürd, Boy Əhmədli, Kəngərli, Ərəşli və başqa türk elləri onun zülmündən təngə gələrək Qarabağ xanlığının Cavanşir mahalına köçməyə məcbur olur. Tarixdə Eldöndü adlanan bu böyük köç nəticəsində mahalın Qaraman bölgəsi tamamilə boşalır. Cavad xan Gəncə xanlığında hakimiyyətə keçəndən sonra Qazax sultanlığını Gəncəyə tabe etmək istəyir. Buna görə II İraklinin əmri ilə Cavad xanla həmfikir olan Əbdürrəhman ağa Dilbaz oğlunun gözləri çıxarılır. Məhz bu acılı-ağrılı hadisələr Fətəli xanı birbaşa Rusiya ilə yazışmağa vadar edir. Çünki o bilirdi ki, Kartli-Kaxetsi çarlığının arxasında bu dövlət durur. Gəncənin sonuncu xanı olan Cavad xanın dövründə, yəni 1786-1804-cü illərdə Gəncə sürətlə inkişaf edir. Cavad xan özünün qabiliyyəti və məharətli siyasəti nəticəsində Şəmşəddil, Qazax və Burçalı torpaqlarını II İraklidən geri almağa müvəffəq olur. Ərəb və Marağa xanlıqlar ilə sərhədlənmişdi. Əmiraslan xan qısa bir zamanda Xalxal, Ərdəbil əyalətlərini özünə tabe edir. Təbriz uğrunda mübarizəyə qoşulanların çox olması bu şəhərə tez-tez hücumlara, şəhərin əldən ələ keçməsinə səbəb olur. Nadir Şahın qardaşı oğlu İbrahim Mirzə güclü ordu ilə Təbrizə hücum edərək şəhəri ələ keçirir. Lakin Məşhəd və İsfahanda baş vermiş üsyan xəbərini eşidib Məşhədə qayıdır və döyüş zamanı həlak olur. Bundan sonra Fətəli xan Əfşar Təbrizi tutur və şəhərin idarəsini Nəcəfqulu xan Dümbülüyə tapşırır. Urmiya xanlığının süqutundan sonra Təbriz tam müstəqil xanlığa çevrilir. 1780-ci ildə isə xanlığın fəaliyyətinə son qoyulmaqla ərazisi Xoy xanlığına birləşdirilir. Təbriz xanlığı inzibati cəhətdən Təbriz, Güney və Mərəd mahallarına bölünür. Mahalları naiblər, kəndləri isə kətxudalar idarə edirdilər. Xanlığın 10 minə qədər hərbi qüvvəsi var idi. Dövləti qeyri-məhdud səlahiyyətləri olan xan idarə edirdi. Təbriz şəhəri yenə mühüm sənət, ticarət və mədəniyyət mərkəzi olaraq qalırdı. Naiblər yerlərdə xanın dayaqları hesab olunurdular. Şəhər məmurları da naib vəzifəsi daşıyırdılar. Bundan başqa şəhər məmurları sırasına Qalabəyi, Darğa və Gecə Qarovulunun başçısı olan əsas başı da daxil idi. Naib təsərrüfatı idarə edir, vergilərin vaxtında yığılması üçün xanın qarşısında məsuliyyət daşıyır, mükəlləfiyyətlərin yerinə yetirilməsini tələb edirdi. Təbriz şəhəri qədim ticarət və sənətkarlıq mərkəzi kimi öz şöhrətini saxlamışdı. Burada çoxlu bacarıqlı ustalar yaşadığından digər Azərbaycan şəhərlərinə ustalar buradan dəvət olunurdu. 18-ci əsrin 70-ci illərində Azərbaycanda olmuş Rus səyyahı Qmelinin məlumatına görə Şamaxılı Məhəmməd Səid xan şəhərdə ipəkçiliyi bərpa etmək üçün Təbrizdən Şamaxıya 100-ə qədər usta dəvət etmişdir. Təbriz həm də iri toxuculuq mərkəzi kimi şöhrət qazanmışdı. Buranın ipək məhsulları öz keyfiyyətinə görə digər şəhərlərin məhsullarından üstün idi. Bu şəhərdə ildə 60 min taya yaxın yüksək keyfiyyətli məhsul istehsal olunurdu. O dövrün səyyahlarından biri yazırdı: şəhər bazarı genişdir. Burada Asiya mallarından başqa Avropa malları da satılır. Kağız və yun materialları çoxdur. İngilis və Holland mahudu, əla şallar və xalçalar, şüşə və çini qablar, bəzi polad əşyalar və s. Təbriz bazarında hər şey kifayət qədərdir. Şən Məhəmməd Səid və ağası qardaşlarının hakimiyyəti mövcud idi. Bu da geniş iqtisadi potensialı və əlverişli hərbi strateji mövqeyi olan Şamaxı xanlığını zəiflədir və onun asılı hala düşməsinə səbəb olurdu. 1763-cü ildə tabiçiliyindəki elatlara arxalanan Məhəmməd Səid xan hücum edərək Yeni Şamaxını tutur və xanlığın ərazi bütövlüyü bərpa olunur. Xanlıqda tək hakimiyyətlilik yaradılması da vəziyyəti yaxşılaşdırmır. Bu zaman Məhəmməd Səid xanla Şəki xanı Hüseyn xan arasında kəskin münaqişə başlayır. Bu vəziyyət Fətəli xanla Hüseyn xanın Şamaxı xanlığına qarşı birləşməsinə səbəb olur. Müttəfiqlər 1767-ci ildə Şamaxıya daxil olurlar.
Ağası xanın gözləri çıxarılır, Məhəmməd Səid xan isə həbs edilərək Dərbəndə göndərilir. Xanlığın ərazisi Quba və Şəki xanlıqları arasında bölüşdürülür. Lakin bu vəziyyət uzun sürmür. Buna səbəb bir tərəfdən yerli əyanların öz ağalıqlarının itirilməsi ilə barışmaması, digər tərəfdən isə Quba xanlığının buradakı yarıtmaz idarəçiliyi olur. Köhnə Şamaxının idarəsi Fətəli xanın qardaşı Abdullah bəyə tapşırılsa da, o işi yarıtmır. Vergiləri artırmaqla əhalini incidir. Daxili narazılıq Quba xanlığının düşmənləri olan xarici qüvvələr tərəfindən daha da qızışdırılır. Nəticədə 1768-ci ildə üsyan qalxır. Üsyana Məhəmməd Səid xan başçılıq edir. Üsyançıların əsas məqsədi də Xan Çobanı sülaləsinin hakimiyyətini bərpa etmək olur. Bu işdə onlara Şəki xanı da kömək edir. Lakin Fətəli xan qiyamı yatırır. Şəki xanı təslim olur və yeni müqavilə bağlanmasına razılıq verir. Bununla da Şəki xanlığı Şamaxıya olan iddialarından əl çəkir. Şamaxı xanlığı öz müstəqilliyini yalnız Mustafa xanın zamanında 1790-cı ildə bərpa edə bilir. Gəncə xanlığının əsası 18-ci əsrin ortalarında Ziyadoğlular nəslindən olan 2-ci Şahverdi xan tərəfindən qoyulmuş paytaxtı Gəncə şəhəri olmuşdur. Gəncə xanlığı Qarabağ və İrəvan xanlıqları, Şəmşəddil Sultanlığı və Kartli-Kaxetiya çarlığı ilə həmsərhəd olmuşdur. Əvvəlcə Kartli-Kaxetiyədən asılı olan xanlıq Məhəmməd Həsən xanın dövründə müstəqilliyini bərpa edir. Onun qardaşı Məhəmməd xanın da daimi qoşun xanlığın müdafiəsində dururdu. Bəbir xandan sonra 1747-1783-cü illərdə hakimiyyət Nəzərəli xanın ixtiyarına keçir. Nigah diplomatiyası vasitəsilə İbrahim Xəlil xanla dostluq əlaqəsi yaradan Nəzərəli xan, Lənkəran xanlığı ilə də mehriban qonşuluq münasibətləri saxlayır. Sonuncu xanı Nəsir xan olan Ərdəbil xanlığı 1808-ci ildə müstəqilliyini itirərək Qacar sülaləsinin idarə etdiyi İran dövlətinin tərkibinə qatılır. Azərbaycanın qədim şəhərlərindən biri olan Ərdəbil, Səfəvi xan Ədanı dağıldıqdan sonra öz keçmiş əzəmətini itirir. Yalnız xanlığın mərkəzinə çevrildikdən sonra Ərdəbil şəhəri xeyli dirçəlir. 19-cu əsrin əvvəlində Ərdəbildə olmuş bir nəfər səyyah yazırdı ki, bu şəhərin əhalisi çoxdur, şəhər özü böyükdür, qəşəng məscidləri və xəndəklə əhatə edilmiş yaxşı qala divarları vardır. 18-ci əsrin ikinci yarısında Ərdəbildə 1000-ə yaxın əhali yaşamışdır. Mənbələrdən məlum olur ki, Ərdəbil xanı Bəbir xan vəfat etdikdən sonra hakimiyyətə gələn oğlu Nəzərəli xan xanlığın təsərrüfat həyatını durğunluqdan çıxarır, təsərrüfatda xeyli dirçəliş olur. Ərdəbildə toxuculuq kifayət qədər inkişaf etmiş sahələrdən biri olmuşdur. Xanlıqda yarım köçmə həyat keçirən çoxlu elat yaşadığı üçün toxucular onların tələbatını nəzərə alaraq zəruri əşyalar hazırlayırdılar. Bununla əlaqədar Ərdəbilin peşəkar toxucuları palaz, keçə, xurcun, məfrəş və sair toxuyurdular. Əfşari adlanan Ərdəbil xalçaları toxuculuq məhsulları içərisində əsas yeri tuturdu. Nadir Şahın ölümündən sonra yaranan xanlıqlardan biri də Şamaxı xanlığıdır. Əsası Hacı Məhəmmədəli bəy və Xan Çobanı tayfasından olan Məhəmməd Səid və ağası qardaşları tərəfindən qoyulan bu xanlıq şimal-şərqdə Quba, şərqdə Bakı, şimal-qərbdə Şəki, cənub-qərbdə Qarabağ xanlıqları ilə sərhəd olmuşdur. Bir müddət Şəki və Quba xanlıqlarının tabeliyində olan Şamaxı xanlığı 1790-cı ildə istiqlaliyyətini bərpa edir və 8-10 minlik hərbi qüvvə yaradır. Xanlıqda hakimiyyət uğrunda gedən mübarizələr onun iqtisadiyyatını dağıdır, birliyini pozurdu. Çünki Şirvan torpaqlarının bir hissəsini əhatə edən Şamaxı xanlığında həm mərkəzi Ağsu olan Məhəmmədəli xanın, həm də mərkəzi Şamaxıda yerləşir. Qaradağ xanlığı Azərbaycanın cənub torpaqlarında yaranmış xanlıqlardan biridir. Onun ərazisi şimaldan Qarabağ, şərqdən Cavad və Lənkəran, cənubdan Təbriz,
qərbdən Xoy və Naxçıvan xanlıqları ilə həmsərhəd idi. Mərkəzi Əhər şəhəri olan xanlığın əsası Kazım xan tərəfindən qoyulmuşdur. Kazım xan və varisləri Qaradağ tayfasına mənsub olmuşlar. Qaradağ tayfası Səfəvilərin hakimiyyətə gəlməsində yaxından iştirak etdiyindən Qaradağ vilayətinin idarəsi onlara tapşırılmışdı. Bu xanların həm də ruhani səlahiyyətləri vardı. Kazım xanın dövründə Qaradağ xanlığı fəal xarici siyasət yeritmişdi. Kazım xan 18-ci əsrin ortalarında Qarabağ, Gəncə, Naxçıvan xanlarının Hacı Çələbiyə qarşı ittifaqına qoşulmuşdur. 1782-ci ildə xanlıq Xoy və Qarabağ xanlıqlarının hərbi qüvvələri tərəfindən işğal edildiyindən sonra öz müstəqilliyini itirmişdir. 18-ci əsr mənbələrinə görə xanlığın mərkəzi olan Əhər şəhəri kiçik olmasına baxmayaraq orada çoxlu sənətkar olmuş, sənətkarlıq yaxşı inkişaf etmişdi. Bunun da səbəbi şəhər ətrafı ərazilərin təbii zənginliyi olmuşdu. Bu barədə ilk mənbədə belə deyilir. Əhər kiçik şəhərdir. Onun yaxınlığında çox məşhur, qiymətli Təbriz külçəsi adlanan Şərq külçəsi, zəngin mis və dəmir mənbələri yerləşirdi. Əhər bazarı il boyu çox gür olmasa da, yerli ticarət rəvan gedirdi. Qışda bu şəhərdə həm daxili, həm də xarici ticarətin həcmi artırdı. Qaradağ xanlığının öz pul vahidi vardı. Əhər şəhərində xana məxsus zərbxana da fəaliyyət göstərirdi. Xanlıq dağlıq ərazidə yerləşdiyindən burada dəmyə əkinçiliyi geniş yayılmışdı. Əkinçilikdə buğda becərilməsi mühüm yer tuturdu. Əhər bağlarında çoxlu fındıq və badam yetişdirilirdi. Əsası Şahsevən tayfasına nümayəndəsi Bəbir xan tərəfindən qoyulan Ərdəbil xanlığı da 18-ci əsrin ortalarında yaranmış dövlət qurumlarından biridir. Mərkəzi Ərdəbil şəhəri olan bu xanlıq Lənkəran, Qaradağ, Təbriz, Sərab və Gilan xanlıqları ilə həmsərhəd idi. Xanlığın içərisində feodal əyanların təmsil olunduğu Məşvərət Şurası, divan da iştirak edirdi. 3000 nəfərlik Xoy xanlığı Azərbaycanın cənub torpaqlarında yaranmışdır. Bu xanlıq Osmanlı İmperatorluğu, Maku, Qaradağ, Urmiya və Təbriz xanlıqları ilə həmsərhəd idi. Bu xanlıq cənub xanlıqları içərisində Urmiya xanlığından sonra mühüm yer tuturdu. Mərkəzi Xoy şəhəri olan xanlığın başçıları bir qayda olaraq Dümbülü tayfasından olurdu. Xanlığın əsası da Dümbülü Şahbaz xan tərəfindən qoyulmuşdur. Xanlıq Dümbülü Əhməd xanın dövründə siyasi yüksəliş keçirir. Qonşu xanlıqlar və Kartli Kaxitiya çarlığı ilə diplomatik əlaqələr yaradırdı. Təbriz xanlığı ilə müttəfiqlik münasibətləri olduğundan hər iki xanlığın birləşmiş qüvvələri 1783-cü ildə Təbriz döyüşündə Urmiya və Sərab xanlıqlarının birləşmiş qüvvələri üzərində qələbə çalırlar. Bu hadisə Xoy xanlığının nüfuzunu daha da artırır. Xoy xanı Əhməd xan öz bacarığı və ağlına görə Azərbaycan xanları ilə yanaşı Rusiya, Osmanlı və İran dövlətlərinin hakim dairələri arasında da nüfuz qazanır. Osmanlı Sultanı Əhməd xanı öz tərəfinə çəkmək üçün ona Osmanlı Ali Hərbi rütbəsi, sərəskər rütbəsi verir. 18-ci əsrin ikinci yarısından salnaməçi tarixçisi Nadir Mirzə Əhməd xan Xoylu haqqında yazır. Bir dəfə mötəbər xadimlərdən biri olan müctəhid, ali ruhani Məhəmməd Mirzə Yusif Əhməd xandan soruşdu. Niyə üzünüzü şah elan etmirsiniz? Cavabında Əhməd xan dedi ki, ulu babaları vəsiyyət etmişlər ki, başqa titullara üstünlük verməyib, Dümbülü tayfası başçısı titulunu yüksək tutaq. Lakin hakimiyyət uğrunda aramsız mübarizə Xoy xanlığını da zəiflədir. Digər tərəfdən, Kərim xan Zənd bu xanlığın gələcəkdə daha da güclənərək, onun üçün təhlükəyə çevriləcəyindən ehtiyat edirdi. Ona görə də Şiraz qonaqlığı bəhanəsi ilə Şiraza girov apardığı Şahbaz xanın oğlanları ilə Əhməd xan arasında düşmənçilik yaradır. Xoy xanlığı əvvəlki mövqeyini tədricən itirməyə başlayır.
18-ci əsrin ortalarında keçmiş Təbriz bəylər bəyliyinin mərkəzində Təbriz xanlığı yaranır. Xanlığın əsasını Dümbülü tayfasından olan Əmiraslan xan qoymuşdur. Xanlığın mərkəzi də Təbriz şəhəri olmuş, Xoy, Qaradağ,